Gülşənə tək varca görə deyil. Suda burada yaşayanlar və sürünənlər. Bunu necə başa düşək? Qurbağalar, çərtəkərlər və ilanlar. Bir günlük xidmətdə nə qədər xeyircət edirik. Bir gürzənin qiyməti 7 manat yarımdır. Qurbağalar, çərtəkərlər də tez-tez rast gəlirik. Biz gürzələr tutmaq amma asan deyil. Onları tutmaq çətindir. Biz onları 4 saat güdürük. Və onlar daşın altından çıxdıqda isə onları tuturuq. Deməli siz gürzə aparırsınız. Bəlkə siz gürzəliyə sormalı. Nə deyirsiniz? Mən gürzə ilə köramanı aid edə bilmirəm. 40 ömür sürmüşəm, amma gürzə ilə köramanı ayıra bilmirəm. Amma məktəbinizdə terrarium olsaydı ayıra bilərdiniz. Gürzənin başında sayr leşələri olur. Ayrıca o buradadır. Amma yoxdur. Yoxdur. Yox, mən onu sıx-sıx baxlamışdım. Əski eləmişdim. Deməli indi gürzə buralarda sürülür. Aşağı, oralarda ehtiyaclar, orada gürzə ola bilər. Gece geldi güzel. İndi git kamyanın altında onu tut. Ne baksan dedim tut. Bəsdir dostum, bəlli kələmdir. Tapdım, buradadır. Əfriqə gürzəni. Ax, oğlanın üçün, onun məktəb üçün aparırız. Əyləncə üçün aparmır axı. Vətəndaş sərnişinlər bir şey olsaydı məsuliyyət səbr edə bilərdilər. Başqa şeyə görə cəlb edərdilər. Nəyə görə? Məktəbimizin ləvazimatını korladığımıza görə. Məktəbdə onsuz da gürzəni saxlamazdı. Saxlayarlar, biologiya müəlliminin nəzarət altında. Birden yine o güzel tramvayda ya metroda elinden bırakar. Buraxmaram, mən istəyirəm buraxmaram. Bəs indi uşaq evinə kim ötürəcək? Mən ötürərəm uşağı evinə. Yaxşı, xəkam da az gətir.